Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebine Muhammed ve ala alihi ve ashabi ecmain. Amma ba'd. Arkadaşlar, birçok Müslümanların düşer olduğu en tehlikeli hastalıklardan biri həsəd xəstəliyidir. Yani başkasında olan nimete tahammül etmemek, başkasında olan nimeti götürebilmemektir. Bu insanda olan en çirkin hisletlerden, en çirkin sıfatlardan biridir. Çünkü həsədkar insan her şeyden önce o adam özüne zulm etmiş olur. Çünkü onun həsədiyle hiç ne değişmeyesidir. Allah Azze ve Celle hikmet sahibidir ettiği her bir şeyde. Ve bu bakımdan da kardeşler, həsəd en çirkin əməl sayılır. Çünkü sahibi özüne zulm edir ilk önce. İkincisi, həsədkar insan qəza ve qədərə karşı çıkmış olur. Çünkü Allah Azze ve Celle kiməsə nəysə verirse öz isteğiyle verir. Kimdən nəysə götürürsə öz isteğiyle edir. Kimsə Allah Azze ve Celle'nin istemediği bir şeye mecbur edebilmez. Ona göre kardeşler, sələflər bir-birine tövsiye edəndə bu şeyi qeyd edirlərdi ki, həsədkar insandan uzaq olur. Həsədkar insandan insana dost olmaz. Həsədkar insandan insana yar olmaz. Həsədkar insandan insana sirdaş olmaz. Həsədkar insanlar çox xəbis nəfsli şəxsiyyətlərdir. Çirkin nəfsli insanlardır. Onlar, bəzi sələflər həsədkar insanları bilirsiniz nə adlandırıb? Allahın nemətlərinin düşmənləri. Həsədkar insanlar Allahın nemətlərinin düşmənləridir. Çünkü Allah veren nemətlərə, Allah bölən qismətlərə, Allah bölən paylara etirazlarını bildirirlər, narahatçılıqlarını göstərirlər. Həsədkarın qardaşlar əlaməti var. Əlamətləri var daha doğrusu. Bir adamla oturdun, durdunsa, eğer dostluq eləmək istəyirsənsə, o insanı müəyyən şeylərlə imtihana çəkə bilərsən ki, hətta görün, baxın, bu adam həsədkardır, yoxsa həsədkar deyil. Çünkü həsədkar insanın dostluğu insana həmişə zarar verir. Həmişə zərər verir. Sən uduzursan. Həmişə zərbə alırsan. Ona göre həsədkar insanı kəşf etməyin yolları var. Birincisi və yaxud da əlamətləri var. Birinci əlamət, həsədkar insan həsəd etdiyi adamın xatasını gördüğü zaman sevinir. Mesela filan adam filan adamı götürmür. Bilirik ki filandan xoşu gelmir. Və yaxud da filan bir nemət sahibi var, ya elmi var, ya gücü var, ya vəzifəsi var, ya hər hansı bir neməti var. Baxırsan ki o adam xata elədiği zaman nemət sahibi, o sevinir. Deməli, sevinən adam həsədkardır. Onun sevinməyi həsədin əlamətlərindəndir. Həsəd olunanı, xatasına həsədkar sevinərsə, bu dəlildir ki, o adam həsədkardır. İkinci əlamət, hər zaman həsəd eləyən insan nemət sahibinin adı zikr olunanda onu küçümsəyir. Həmişə onu küçümsəməyə çalışır, həmişə onu təhqir eləməyə çalışır. Bu da en büyük əlamətlərindəndir. Üçüncüsü, həsəd olunanın qeybəti olunduğu zaman həsəd eləyən rahatlıq tapır. Həsəd olunanın qeybəti olunduğu zaman, o küçümsəndiyi zaman, onun haqqında pis məlumatlar verildiği zaman, qardaşlar, həsəd eləyən rahatlayır. Gözünə yuxu gedir. Çünkü görür ki tək o deyil ona həsəd eləyəndir. Yəni, düşmənimin düşməni dostumdur mənası. Həmçin qardaşlar, əlamətlərdən həsəd olunan adam xeyirlə zikr olunduğu zaman həsəd eləyən insan qəmlənir. Çünkü götürmür. Ve həmçinin əlamətlərdən
həsəd edən insan həmişə istəyir ki, həsəd etdiyi adam o olan məclisdə olmasın. O olan məclisdə olmasın, çünki onu o məclisdə görəndə morali itir. Çünki istəyir ki, həmişə meydanda tək olar. Və hər zaman həmçinin əlamətlərdən həsəd edən adam həsəd etdiyinin xətasını həmişə şişirdir. Onu pis təqdim etməyə çalışır. Ondan gördüyü xətaları ifşa etməyə çalışır. Öncə öz dostlarının yanında, sonra biraz ətrafının çevrəsinin yanında, sonra isə ola bilsin ki, daha elanlı şəkildə. Ən pis tərəfi də odur ki, şahid olduğumuz həsədkarlar, bəzən qardaşlar, din adıyla həsəd etdiyi adamı vurmaq istəyir. Bəhanə tapa bilməyəndə əqidəsində dil atır. Və yaxud da əqidəsində şübhə olduğunu deyir. Və yaxud da həmin insanı, o adam tamamilə uzaq olduğu şeylərlə başqasının dili ilə təyin edir. Yəni özü demir, ortaya ayrı damlar salır, onlara dedizdirir. Bunların hamısı bu iblis cildində olan həsədkar insanların sifətidir. Ona görə müsəlman ancaq belə şeylərə ya imansızlıqdan, yəni imanın azlığından, ya da qəlbinin günahlar sayəsində, günahlar səbəbi ilə möhürlənməsindən bu şeylər edə bilər. Çox çirkin şeydir gerçəkdən bir müsəlmanın günahlardan qəlbi qaralmış olsun və yaxud da bir müsəlman imanı çox zəif olsun. Ona görə qardaşlar, bizlər çalışmalıyıq ilk öncə imanımızı yüksəltməyə, Allahdan olan qorxumuzu çoxaltmağa və qəza və qədər məsələsinə önəm verməyə ki, Allah Azza və Cəllə bir şey istədisə kimsə ona mane ola bilməz. Allah bir şeye mane oldusa kimsə onu yerinə yetirə bilməz. Hər şey Allahın istəyi kimidir. Kimsə Allah istəmədən kiməsə zərər verə bilməz. Ona görə də qoy həlak olsun həsəd edənlər. Allah Azze ve Celle bizləri eşitib faydalarından etsin. Bizləri imanlı bəndələrindən etsin. Sallallahu aleyhi ve sellem ve barik ala nebine Muhammed ve ala alihi ve sahbihi ecmain.